Salam, hər vaxtınız xeyir. Tam cəbri ifadələrdən imtahana düşə biləcək 3 maraqlı suala nəzər yetirək. Ya Allah, bismillah, başladıq. İlk nömrəli sualın şərtində qeyd olunub ki, A parametrinin hansı qiymətində qeyd olunmuş çoxhədlinin standart şəkildə yazılışında x kvadratının əmsalı 0 olar. Maraqlı sualdır və bunu necə həll etməliyik? Birinci, məlum məsələdir ki, bizə bu çoxhədlini vurğulara ayrılmış şəkildə verib və bu çoxhədlinin standart şəkildə yazılışından söhbət gedir və həmən yazılışda x kvadratının əmsalının 0 olmasından bəhs edilir. Onun üçün biz birinci mərhələdə bu çoxhədlini standart şəkilə gətirək. Birinci vurub açaq, bu vurğulara ayırma şəklindədir. Vurub açsaq olacaq x kubu üzərinə gəlsin ax kvadrat. Sonra çıxılsın 2x kvadrat. Sonra da çıxılsın 2ax şəklində üzərinə gəlsin 5x və üzərinə gəlsin 5a olacaq. İndi isə biz bunu açmışıq və artıq bunu standart şəklə gətirməliyik. Standart şəklə gətirmək üçün təbii ki, məlum məsələdir. Birinci, burada x kvadratı mötərizə xaricinə çıxardıram. A-2 qalır. X kvadrat və onun əmsalı çıxılsın. Buradan da x-i mötərizə xaricinə çıxartsam, içəridə qalacaq 2a-5. 2a-5 də x-in əmsalıdır. Üzərinə gəlsin 5a da artıq sərbəst hədd rolunu oynayır. Beləncə qaldı. Bu standart şəkildə yazılışdır. Yazdıq. İndi bizə deyir ki, standart şəkildə yazılışda, yəni bu halda x kvadratının əmsalı a-nın hansı qiymətində 0 olar. X kvadratın əmsalı budur. Bunun 0 olmasından bəhs edilir. Yəni ki, a-2-yə bərabərdir 0 deməliyik. Və buradan da təyin edirik ki, a-nın 2 qiymətində bu çoxhəllinin standart şəkildə yazılışında x kvadratın əmsalı 0 olacaq. Doğru cavab burada oldu 2. Gözəl sual idi. Keçid aldıq 2 nömrəli sualı. 2 nömrəli suala nəzər yetirsək, 2 nömrəli sualın şərtində qeyd olunub ki, M1 və M2 çoxhəllilərinin dərəcələri uyğun olaraq 3 və 5 olarsa, M2 çıx M1 hamısının üzərində 7 çoxhəllisinin dərəcəsini tapın. Bunu həll etmək üçün gəlin belə bir şey eləyək. Mən nümunə üzərindən bunu yazdım ki, tam olaraq sualın mahiyyətini də həll üsulunda başa düşəsiniz. Özümdən bir dənə çoxhədli götürürəm. M1 çoxhəllisi 2, bir şərt daxilində dərəcəsi 3 olmalıdır. Məsələn, yazıram, olsun məsələn x kubu plus 4 şəklində. Dərəcəsi 3 oldu. Bir dənə də M2 çoxhədlisi götürürəm və bunun da dərəcəsi 5 olmalıdır. Məsələn, x üzəri 5 plus 3. Ən sadə nümunə götürdüm. İndi məndən soruşduğu ifadə M2 çıx M1 şəklindədir. Baxın bu. M2 çıx M1 üzəri 7. Bax, bu soruşulur. İndi bunu nə edirəm? Mən çıxıram normal qaydada. M2-dən M1-i çıxıram. Çıxıramsa olacaq x üzəri 5 üzərinə gəlsin 3. Çıx x-in kubu çıx 4 şəklində olacaq. Bu da bərabər olacaq x üzəri 5 çıxılsın x-in kubu. Eyni zamanda da çıxılsın 1 qalacaq. Və təbii ki, bunun da üzərində bir dənə 7 var idi. Bunu da unutmaq olmaz. Burada qeyd edirəm. Məndən soruşduğu ifadəyə baxsam, məndən soruşduğu ifadə M2 çıx M1 üzəri 7 şəklindədir. Onu burada qeyd edirəm. Təbii ki, mən gətirib yerinə qoyacam bunları. M2'miz x üzəri 5 plus 3 şəklindədir. Çıxılsın, digərini çıxsaq olacaq çıx x kubu çıx 4. Bu da təbii ki, bərabər olacaq x-in üzərində 5 çıxılsın x-in kubu. Bir də 3-dən 4'ü çıxırıqda çıxılsın 1 olacaq. Təbii ki, bunun üstündə 7 də var. Bunu da burada ümumi olaraq qeyd edirəm. Artıq biz başqa bir çoxhədli aldıq və üzərində 7 də mövcuddur. İndi bu çoxhədlinin dərəcəsini soruşur. Baxın, əziz dəyərli şagirdlər. Bu çoxhəddə ki, içəridə var, bunun dərəcəsi normalda 5'dir və üzərində 7 var. Bu çoxhədli qüvvətə yüksədiləcəksə, gec-tez həmən bu 5 7-yə vurulacaq da, bilirsiniz nəyə bənzəyir? Baxın, məsələn, x kvadrat plus 4. Buna bir çoxhəddə kimi baxsaq, dərəcə 2'dir. 2'ni kvadrata yüksəltsək olacaq x üzəri 4 plus 8x'in kvadratı plus 16.
Yəni burada nə qədər uzun ifadə gedir getsin fərqi yoxdur. Gec-tez bu 2 bu 2-yə vurulacaq. Düzdürmü? Yəni bu 5 də bu 7-yə gec-tez vurulacaq. Nəticədə vurulsa, açılsa bu mötərizə, burada artıq dərəcə 7 vur 5 35 olaraq qəbul ediləcək. Daha doğrusu da tapılacaq. O zaman burada dərəcə oldu 35. Mən nümunəni buradan silim və dərəcəni qeyd edeyim. Dərəcə oldu 35. Bu qədər sadə. Həqiqətən bu da maraqlı sual idi. Digər sualla nəzər yetirək, 3 nömrəli suala baxaq. 3 nömrəli sualın şərtində qeyd olunub ki, A və B natural ədədləri üçün 3A-5B ifadəsinin ən kiçik qiymət aldığını bilərək 48 bölünsün A plus B ifadəsinin ən böyük qiymətini tapın. Gözəl sualdır. Təbii ki, birinci verilənləri qeyd edək. Bizə verilən nələrdir? Bizə burada birinci 3A-5B verilib, təbii ki, modul daxilində və bunun qiymətinin də ən kiçik olmasından bəhs edilir. Yazıram mötərizə daxilində ən kiçik qiymət. Bizdən soruşduğu ifadə nədir? Bizdən soruşduğu ifadədə 48 bölünsün A plus B şəklindədir və bunun da ən böyük qiymətini istəyir. A plus B. Bunun ən böyük qiyməti soruşulur. Təbii ki, A və B də naturaldır. Burada qeyd edirəm. A və B daxildir N-ə. Bunları qeyd etdik. İndi bu soruşulan ifadəni necə tapmaq olar? Məlum məsələdir, biz gərək A-nı və B-ni təyin eləyək ki, ifadənin ən böyük qiymətini tapa bilək. A-nı və B-ni hardan təyin eləyə bilərik? Təbii ki, verilən ifadəmizdən təyin eləyə bilərik. Modulun ən kiçik qiyməti nədir? Modulun ən kiçik qiyməti 0-dır. Bilirsiniz niyə? Modulun içinə mənfi də versək, qırağa çıxanda müsbət şəklində çıxır. Onun üçün modulun ən kiçik qiyməti 0-dır. 0-dırsa, 3A minus 5B'yə 0 deyəcəm. Və buradan alıram ki, 3A bərabərdir 5B'yə. Biz də adətən bu kimi hallarda nə edirdik? K'larla ifadə edirdik. K təbii ki, mütənasibliyi xarakterizə edir. Qeyd edirdik ki, A bərabərdir 5K'ya və B bərabərdir 3K'ya. Burada mötərizədə qeyd edirəm. K 1, 2, 3, 4 və s. sonsuzluğa qədər davam edir. K bildiyimiz misildir də, misil. 1 misli, 2 misli, 3 misli və s. İndi bunları qeyd etdik. Soruşulan ifadəyə baxaq. Soruşulan ifadəmiz 48 bölünsün A plus B şəklində idi. A ilə B-ni cəmləsək 8K eləyəcək də 5 ilə 3-ün cəmi. 48 ilə 8 ixtisar getdi. Qaldı burada 6 bölünsün K şəklində. İndi bu ifadənin ən böyük qiymətini soruşur, düzdürmü? Ən böyük qiymətini soruşursa, biz o zaman bu K-nın ən kiçik qiymətinə baxarıq. Niyə? Çünki kəsrin ən böyük qiyməti məxrəcin ən kiçik qiyməti ilə uyğunlaşırdı. O zaman biz K-ya ən kiçik qiymətini verməliyik. K-nın da ən kiçik qiyməti 1-dir. Gətirib yerinə qoysaq, cavabı 6 olaraq tapmış oluruq. Bu da maraqlı bir sualın izahı. Beləliklə videomuzun sonuna gəldik. Sizlərə dəstək olmağa çalışdıq. Sizlərə uğurlar arzu edirik.